Salam uşaqlar, bugünkü dərsimiz fizika üçün 20 sınaq tapşırıqları kitabından 8-ci testimizin həllidir. Rəqs konturunda baş verən sönməyən sərbəst elektromaqnit rəqsləri zamanı hansı fiziki cəmiyyət sinus və ya kosinus qanunu ilə dəyişir? Bilirik ki, rəqs konturunda elektrik yükü, gərginlik və cərəyan şiddəti sinus və ya kosinus qanunu ilə dəyişir. Cavabımız olar A variantı. Dəyişən cərəyan generatoru vasitəsilə alınan induksiya elektrik hərəkət qüvvəsinin amplitudunu necə artırmaq olar? Elektrik hərəkət qüvvəsinin amplitud qiyməti Y maksimum bərabərdir B S omega N sarğılar da var burada. Onda N'i də vurarıq ki, N sarğıdan ibarət olduqda. Tezliyi artırdıqda amplitud qiyməti artar. 1 doğrudur. Maqnit sayısının induksiyasını artırmaqla, bəli, B-ni artırdıqda Y artar, 3 doğrudur. Çərçivənin sarğılarının sayını artırdı, N artırdıqda elektrik hərəkət qüvvəsi artar. Cavabımız olar 1, 3, 5. Dəyişən cərəyan şiddətinin təsir edici qiyməti amplitud qiymətindən bilirik ki, təsir edici qiymətlər amplitud qiymətdən kökdə 2 dəfə azdır. Cavabımız olar D variantı. Eyni müqavimətli 2 müxtəlif rezistorlardan keçən elektrik yükü zamana görə bu qanunlarla dəyişir. Müəyyən zaman müddətində birinci rezistorda 60 joule istilik miqdarı ayrılır. Həmin zaman müddətində ikinci rezistorda nə qədər istilik miqdarı ayrılar? Deməli, biz bilirik ki, burada Q bərabərdir I kvadratı RT'dir. Bərabərdir. İ'nin də yerinə yazarıq. Q maksimum vurulsun omeganın kvadratı RT. Eyni müqavimətə malikdir. R sabitdir. Müəyyən zaman müddətində T də sabitdir. Onda baxırıq ki, burada Q'nun İ'dən asıllığını yazmalıyıq. Onda yazarıq Q1 bölünsün Q2 bərabərdir. Kvadratı ilə düz mütənasibdir. I1'in kvadrat bölünsün I2'nin kvadrat bərabərdir. I1'in yerinə omegalarda eyni olduğundan omegalarımız da ixtisar edər. Onda biz bir dənə buradan islah olar. Onda biz buradan Q'ya görə yaza bilərik. Q1'in kvadrat bölünsün Q2'nin kvadrat. Q1'imiz 2'dir. 2'nin kvadratı 4. Q2 4'tür. 4'ün kvadratı 16. İstilik miqdarımız birinci rezistorda 60'dır. 60 bölünsün Q2 bərabərdir. Bunlar da ixtisar edib qalar 4'də 1. Q2 də bərabərdir. 60 vur 4 eləyər 240 joule. Cavabımız olar D variantı. Transformasiya əmsalı 2 və 2'də 1 olan transformatorlar üçün Venn diaqramını müəyyən edək. Baxırıq burada birinci transformator üçün bilirik ki, transformasiya əmsalı K1 yazaq bərabərdir. U1 bölünsün U2 bərabərdir 2 yazarıq burada. Buradan U2 bərabərdir U1 bölünsün 2. Deməli, burada çıxışındakı gərginlik girişdəki gərginlikdən 2 dəfə azdır. Çıxışdakı gərginliyin amplitud qiyməti girişindəkindən 2 dəfə azdır. 2 olar. Deməli, buraya yazarıq 2. Burada yazarıq U1 bölünsün U2 bərabərdir 2'də 1. Onda buradan U2 bərabərdir 2 U1 olur. Onda çıxışındakı gərginlik girişindəkindən 2 dəfə böyükdür. Bir də olar bura. Çıxışındakı gücə, girişindəki gücə bərabər olur. Hər ikisində cərəyan şiddətinə baxaq. Cərəyan şiddəti deməli U1 bölünsün U2 bərabərdir I2 bölünsün I1'dir. Burada məsələn birinci üçün yazsaq, yazarıq burada 2. Onda I2 bərabərdir 2 I1. Onda çıxışındakı cərəyan şiddətinin amplitudu girişindəkinə 2 dəfə kişişdir. Onda burada böyükdür. Deməli, onda burada ikincidə olasıdır. Burada yazarıq 4. Çıxışındakı tezlik girişindəki tezliyə bərabərdir. Hər ikisində cavabımız olar 2, 1, 4, 3, 5 Y variantı. Rəqs konturunda kondensatorun yükünün zaman asıllığı verilmiştir. Hansı nöqtələrə uyğun intervalda sarğacın maqnit sayısının enerjisi artmasına uyğundur? Maqnit sayısını xarakterizə edən cəmiyyətlərimiz cərəyan şiddəti, maqnit seli və maqnit sayısının enerjisidir. Deməli, elektrik sayısını xarakterizə edənlər Q'dur, U'dur və elektrik sayısının enerjisidir.
Bunlardan 3'ü artanda bunlar azalır, azalanda artır. İndi baxırıq burada. Deyir ki, maqnit enerjisi artır. Maqnit enerjisi artmaqdan ötürü bunlar azalmalıdır. Deməli biz Q'nun azalan intervallarını götürməliyik. Onda 1, 2, burada bir de 3, 4. 1, 2, 3, 4 cevabımız olar B variantı. Baxırıq burada. Yaranan sərbəst elektromagnetik əksləri zamanı cəryan şiddəti, amplitude qiymətinin sarğacın induktivliyindən asılılığı yazaq. Cəryan şiddəti, amplitude qiyməti I maksimum bərabərdir. U bölünsün X. Buraya yazarıq. XL bərabərdir. U bölünsün XL-in də yerinə omega L yazarıq. Onda I maksimum L-dən olur tərs mütənasib. Cavabımız olar B variantı. Hansı hallarda dəyişən cəryan dövrəsinə qoşulmuş sarğacın induktiv müqaməti artar? İnduktiv müqamət bilirik ki, XL-dir. XL bərabərdir omega L. Deməli artar deyirsə bizdə tezliyi artırdıqda 1 doğrudur. Azaltdıqda olmaz. Amplituddan asılı deyil. Sarğacı dəmir işlik daxil etdikdə bəli induktivlik mü ilə düz mütənasibdir. İşlik daxil etdikdə artır. Onda tutum müqavimət də, induktiv müqavimət də artar. Bir də 5 cavabımız olar A variantı. Verici stansiyadan 100 metr məsafədə şüalanma selin sıxlığı 2'dir. Stansiyadan 10 metr məsafədə şüalanma selin sıxlığı nəyə bərabərdir? Bilirik ki, biz şüalanma selin sıxlığı üçün E bərabərdir. I bərabərdir. P bölünsün S-dir. P bölünsün S-in də yerinə sferanın sahəsi 4pi R'in kvadratı yazarıq. Onda I R kvadratı ilə tərs mütənasib olur. Onda yazarıq. I1 bölünsün I2 bərabərdir R2'nin kvadrat böl R1'in kvadrat. Bərabərdir R2'nin yerinə yazarıq. Onun kvadratı 100. R1'in yerinə 10.000. 100'ün kvadratı da eləyər 10.000. Bunlar da ixtisar gedər. Qaldı burada 100. I1'imiz de 2'dir. 2 bölünsün I2 bərabərdir. Burada olar 100. Buradan da bize I2 lazımdır. Biz burada R2'nin kvadratı, burada R2 olasıdır burada. R1'imiz 100'dür. 100'ün kvadratı elədi 10.000. Ve burada 1 bölü 100 kalır. Buradan da i2'miz bərabərdir. 2 vur 100 eləyər 200. Cevabımız olar C variantı. 10. tapşırığımıza baxaq. Rəqs konturunda sarğacın maqnit enerjisi kondensator elektrik sahəsindən 3 dəfə böyükdür. Yazarıq W maqnit bərabərdir 3 dənə W elektrikə. Kondensatorun cərcinin ani qiyməti O olarsa cərcinliyin amplitudu nəyə bərabərdir? Deməli biz buradan yazarıq ki, tam enerji üçün yazarıq. Cu maksimum kvadrat böl 2 bərabərdir. Elektrik sayısının enerjisinin yerinə yazarıq. Cu kvadrat böl 2. Maqnit sayısının enerjisindən 3 dəfə ondan çox olduğu üçün üstünə gəlir 3 dənə Cu kvadrat böl 2. Deməli buradan olur Cu maksimum kvadrat böl 2 bərabərdir 4 dənə Cu ani qiymətin kvadrat böl 2. İkilərimiz ixtisar gedər, C'lərimiz də ixtisar gedər. U maksimum kvadrat bərabər 2 dənə U ani qiymətin kvadratına. Buradan da bizə ani qiymət U'dursa, onda U maksimumumuz olar. Deməli burada olar 4 dənə. Onda kökdə çıxanda U maksimum bərabərdir 2 dənə U'ya. Cevabımız olar B variantı. Hansı zaman intervalında elektromagnet dalğası şüalanmıştır? Bilirik ki, elektromagnet dalğası şüalanması üçün zərrəcik yüklü olmalıdır və təcilli hərəkət etməlidir. Baxırıq burada. Birinci isə yeyinləşəndir. İkinci isə bərabər sürətlidir. Üçüncü isə bərabər yavaşayandır. Yükün deyir sürəti. Deməli burada yük var. Müsbət və ya mənfi var. Yük var və təcilli hərəkət edir. Onda 0, T1 və T2, T3 hallarında. K açarını qapadıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Deməli baxırıq ki, K açarı açıq olduqda I bərabərdir. U bölünsün 2C'dir. O da bərabərdir
U x'nin de yerine 1 böl omega S yazsaq, U omega S K açarı açıq olduqda buradan bir kondensator dövrəyə qoşulur. İkinci halda K'nı bağladıqda onda ikisi de dövrəyə qoşulur. Onda U bölünsün. Yine x'si o da beraberdir. U vurulsun, omega vurulsun. S'nin yerine ikisi paralel qoşulduğundan yazarıq 2S. Deməli burada tutum 2 dəfə artırsa cəryan şiddəti 2 dəfə artar. Cevabımız olar Y variantı. 13'e baxaq. Tutumları eyni olan iki kondensator qanunu ilə dəyişən elektrik cərciniş mənbəyinə qoşulmuşdur. Kondensatorların tutum müqavimətləri arasında hansı münasibət vardır? Tutum müqavimətimiz bilirik XS'dir. 1 bölünsün omega S'dir. Birinci üçün yazsaq bərabərdir. 1 bölünsün omegası 50 pi'dir. 50 pi S. İkinci üçün yazarıq. XS bərabərdir. 1 bölünsün. Bunun da omegası 100'dür. 100 pi S. Onda biz 1'i 2'ye bölsək, olar 1 bölünsün 50 pi S vur. Yani biz x1'i x2'ye böləsiyi vurulsun. İkincinin tersi 100 pi S bölünsün 1. Bu da eləyər 2. Deməli x1 bərabərdir 2 dənə x2'ye. Cevabımız olar B variantı. 14. tapşırığımıza baxırıq. Kanunu vermiştir. Qoşulmuş kondensatordur dəyişən cərəyan mənbəyinə. Kondensatorda cərəyan şiddətinin zamanla asıllığı hansıdır? Kondensator qoşulan dövrədə cərəyan şiddəti rəqsləri cərcinliyin rəqslərini pi bölü 2 qədər qabaqlayır. Onda bizim cevabımız olar I maksimum sinus omegası olduğu kimdir? Plus pi bölü 2. Cevabımız olar C variantı. A1 ampermetrin göstərişi A'dır burada. A2 ampermetrin göstərir. Deməli A1 burada 2 kondensatora qoşulmuşdur. Onda yazarıq I1 bərabərdir. U bölünsün. Yenə XS yazarıq. O da bərabərdir. U vurulsun omega S. İkisi ardıcıl qoşulduğundan U vurulsun omega vurulsun. Ardıcıl qoşulmada olur S böl 2. Deməli bu kəsrimiz elə A'ya bərabərdir. Onda A2 ampermetri ümumi dövrədəkini ölçür. Onda I bərabərdir. U vurulsun omega vur. İkisi ardıcıldır. Burada ümumi tutum oldu. S böl 2. Bu da paraleldir. Üstünə də S'ni gəlirik. S böl 2 plus S eləyər 3S böl 2. Deməli U omega S böl 2 A'dırsa 3S U omega böl 2 də olar 3A. Cevabımız olar B variantı. Volt vur, hertz vur, farad. Voltu yazarıq. Hertzin yerine 1 böl saniye yazarıq. Faradın da yerine kulon böl volt yazarıq. Tutumun düsturundan Q böl U'dan. Voltlarımız ixtisar edər. Kulon böl saniye. O da Q böl T'dir. O da bize cərəyan şiddətini verir. Cevabımız olar C variantı. Gərginliyi artırıb azaltmaq üçün istifadə olunan qurğumuz transformatordur. Ampermetrin göstərişinin dəyişən cərəyan periodundan asıllığını qur. Ampermetr deməli burada 2 müqavimət qoşulmuşdur dövrəyə. Onda buradan ümumi müqavimətimiz R ümumi bərabərlə kökün altında R kvadrat plus XS'nin kvadrat. XL çıx XS'nin kvadratda L yoxdur deyə qalır belə. Onda I bərabərdir. U bölünsün kökün altında R kvadrat plus XS'nin kvadrat. Tərs mütənasibdir. Müəyyən qiymətdən başlayan cavabımız olar A variantı. K açarını qapadıqda hansı dövrədə sönməyən elektromaqnit rəqslər baş verər? Sönməyən elektromaqnit rəqslər baş verməsi üçün kondensator hər dəfə dolub boşalır və dövrəni qidalandırır enerji ilə. Baxırıq birincidə qapadıqda hər iki diodumuz düzgün qoşulmuşdur. Hər iki dioddan cərəyan keçər, yəni saat əqrəb istiqamətdə olduqda, üstü müsbət, altı mənfi olduqda. Amma kondensator ikinci dəfə dolanda aşağısı müsbət, yuxarısı mənfi olduqda, onda burada tərs qoşulma olur və cərəyan keçmir. Burada baxırıq indi. Bağladıq. Yenə saat əqrəb istiqamətdə cərəyan axar. Birinci diodumuzdan keçər, qapanar. Sonra tərs qoşulmada aşağısı müsbət, yuxarısı mənfi olanda yenə müsbət, onda aşağıdakı diod düzgün qoşulur və burada yaranır. Deməli onda burada isə baxaq
burada tərs qoşulmuşdur, ümumiyyətcə yaranmaz. Deməli, sönməyən yaranar yalnız 2-də. Dəyişən cərəyan generatorun çərçivəsində maqnisin zaman asılılığı verilmişdir. Bu generatorda yaranan dəyişən cərəyan elektrik hərəkət qüvvəsinin zaman asılılığı bilirik ki, Y bərabərdir. Mənfi delta F böl delta T'dir. F'in törəməsi Y-ni verir. Mənfi də olduğundan, deməli, onda biz burada bu sinusoiddirsə kosinusoid olmalıdır. Mənfidən olan. Cavabımız olar Y variantı. Sərbəst elektromaqnit əksləri zamanı sarğacın induktivliyini dəyişmədən kondensatorun tutumunu artırdıqda cərəyan şiddətinin amplitud qiyməti necə dəyişər? I bərabərdir. Yenə yazarıq. U bölünsün XC-dir. O da U bölünsün XC-nin yerinə də 1 böl omega C yazarıq. O da U omega C. İndi baxırıq burada. Buradan biz indi baxaq. Bizə Q'nun konstantını vermişdir. Onda biz i'nin Q'nə olan düsturunu yazarıq. I bərabərdir Q maksimum omega. Onda buradan baxarıq. Çünki Q konstantı biz yazan düsturda burada U konstantı olmalıdır. Yəni üzürlü sayın buradan Q konstantı olandan. O da bərabərdir Q maksimum omeganın da yerinə 1 böl kökdə LC yazarıq. Deməli Q sabitdir. İnduktivliyi dəyişmədən deyir. L də sabitdir. Bir dənə qalır burada. Tutumu 9 dəfə artırır. Tutum 9 dəfə artırsa kökdən 3 çıxır. Kəsirin məxrəci 3 dəfə artırsa kəsirin qiyməti 3 dəfə azalır. Cavabımız olar A variantı. Transformasiya əmsalı 2/1 olan transformatorun birinci dolağında gərginlik bu qanunladır. İkinci dolaqda gərginliyin amplitud qiymətini tapın. Deməli K bərabərdir. Yazarıq U1 bölünsün U2 bərabərdir. K da 2/1'dir. U1'imiz 100'dür. 100 bölünsün U2 bərabərdir 2/1. Onda buradan U2 də bərabərdir 200. Cavabımız olar C variantı. Voltmetrin göstərişini hesablayın. Baxırıq dəyişən cərəyan dövrəsidir. Burada biz ümumi U'nu taparıq. U maksimum böl kökdə 2. O da 140 böl kökdə 2. O da 140 böl 1/4 eləyər 100. Bu ümumidir. İndi bizə C kondensatoruna qoşulan voltmetrin göstərişi lazımdır. Ardıcıl qoşulduqlarından i'ləri eynidir. i'lər eynidirsə i bərabərdir. U bölünsün 2C yazarıq. Buradan U bərabərdir. I vur 2C. O da bərabərdir. Deməli bura U ilə 2C olur. Düz mütənasib i'lər eyni olduğundan onda biz yazarıq. U1 bölünsün U2 bərabərdir. 2C1 bölünsün 2C2 bərabərdir. Burada 2C1'e yazarıq. Birincidə 1 bölünsün omega C 2C2 yazarıq. 1 bölünsün omega vur 4C. Onu da tərsinə vursaq qalar 4. Deməli burada ümumi 100 tapmışdıq. U1 üstə gəl U2 100'dür. Onda buradan əvəzləsək U1'in yerinə yazarıq. Məsələn 100 çıx U2 bölünsün U2 bərabərdir 4'ə. Onda buradan 100 bərabər olar 5 U2'yə. U2 də bərabər olar 20'yə. U2 20'dirsə U1 də 100 çıx 20 eləyər buradan 80. O 24'ə baxırıq. Aktiv müqaviməti 20 ohm olan dövrə hissəsinin uclarındakı gərginlik bu qanunla dəyişir. Bu hissədə 1 dəqiqə müddətində ayrılan istilik miqdarını hesablayın. Deməli ayrılan istilik miqdarımız dəyişən cərəyan dövrəsi üçün yazarıq. Q bərabərdir. U ilə olan lazımdır bizə. Deməli U maksimum kvadrat böl kökdə 2'nin kvadrat. Deməli belə yazarıq. U maksimum böl kökdə 2'nin kvadrat. U kvadratın yerinə vur R vur T bərabərdir. U maksimumumuz 20'dir. Deməli surətdə olar 20 böl kökdə 2'nin kvadrat. U kvadrat böl R. Burada R olmalıdır. Böl R vur T. Böl R'dir burada məxrəcdə. Deməli 20 bölünsün kökdə 2'nin
kvadrat böl erimiz 20'dir. Düsturda bölerdi. Vur t'de 60'dır. Onda burada olar 400 böl 2 böl 20 vur 60. O da eləyər 200 böl 20 eləyər 10. Onu da 60'a vurarıq 600 joule. İstilik miqdarı ayrılar. 25'də Q'nun T'dən asıllığı vermişdir. Cəryan şiddətinin amplitude qiymətini hesablayın. I bərabərdir. Q maksimum vur omegadır. Q maksimumumuz 10'dur. Omeganı da yerine yazarıq 2 pi böl böyük T. 10 vur 2 vur pi'nin yerine 3 yazarıq. Periyodda 4 tane sayırıq. Burada zamandır. 1, 2, 3, 4 cevabımız olar %2. O da bərabər olar. Deməli burada eləyər 2 vur 3 6, 6 vur 10 60, 60 böl %2. O da eləyər 6000 böl 2. Eləyər 3000 amper. Burada milli kulondu. Onda 10 üstü mənfi 3'e vurarıq. Eləyər 3 amper. 26'ya baxırıq. Sərbəst elektromaqnit rəqs konturunda baş verən sərbəst elektromaqnit rəqslər zamanı kondensatorun yükü maksimum olduqda hansı qiymətlər maksimum olar? Q maksimum, U maksimum, bir də elektrik sahəsinin enerjisi maksimum. Demək, elektrik sahəsinə aid olan kəmiyyətlər maksimum olar. Gərginlik 1 doğrudur. Cəryan şiddəti 0 olar. Maqnit sahəsinin enerjisi 0 olar. Elektrik sahəsinin enerjisi maksimum olar. Maqnit seli 0 olar. Elektrik sahəsi enerji sıxlığı maksimum olar. Cevabımız 1, 4, 6. 27'ye baxırıq. Yenə i'nin t'dən asıllığı verilmiştir. 1-2 hissəsində yenə baxırıq. Burada i, f, bir də maqnit sahəsinin enerjisi artdıqda Q, U və elektrik sahəsinin enerjisi azalır. Baxırıq burada 1-2 hissəsində cəryan şiddəti azalır. Cəryan şiddəti azalırsa burada maqnit seli də azalır, maqnit sahəsinin enerjisi də azalır. Maqnit seli azalar. Deməli 2'ye olar B. Maqnit sahəsinin enerjisi də azalar, D olar. Tam enerji dəyişməz. Bunu artıq bilirik. 3'e də Y olar. Onda artanlar olar Q, U. Baxırıq. Kondensatorda gərginlik artar, A olar. Bir də kondensator elektrik sahəsinin enerjisi S olar. 28-ci tapşırığımıza baxırıq. Kondensatorun elektrik tutumu 8 mikrofarad yazarıq. S bərabərdir. 8 vur 10 üstü mənfi 6 farad çevirərik. İnduktivliyi 20 millihenri. L bərabərdir. 20 vur 10 üstü mənfi 3 henri yazarıq burada. Gərginliyin amplitude qiyməti U bərabərdir. 20 voltdur. Sarğaçdan üçün maqnit selin amplitude qiymətini tapın. Deməli yazarıq F maksimum bərabərdir. L vurulsun i'dir. O da bərabərdir. L vurulsun. i'nin yerinə də yazarıq. U bölünsün. Burada XL. XL'in də XL yazarıq. O da L vurulsun. U vurulsun. XL'in yerinə yazarıq. Omega vur L. L'lərimiz ixtisar gedər. U bölünsün. Omeganı da yerinə yazarıq. 1 bölünsün. Deməli kökün altında 1 böl kökdə L'si. Bərabərdir. Hesablayaq. U'nu yazarıq. 20 bölünsün. Kökün altında 1 bölünsün. L'in yerinə yazarıq. 20 vur 10 üstü mənfi 3. Onda 2 vur 10 üstü mənfi 2 yazaq. 2 vur 10 üstü mənfi 2. Vur. S'nin yerinə də 8 vur 10 üstü 6. Mənfi 6. Kökü bağlayarıq. Bərabərdir. 20 bölünsün. Deməli burada olar 2 böl 2 vur 8 16 eləyər. 16'dan kök çıxar. 4 1 böl 4. Yani burada qalar 4'də 1 vurulsun. 10 üstü mənfi 3 mənfi 2. Bu da 10 üstü mənfi 6. 10 üstü mənfi 2 ilə 10 üstü mənfi 6'nı eləyər 10 üstü mənfi 8. Ondan da kök çıxar. 10 üstü mənfi 4. 1 bölünsün 10 üstü mənfi 4. Bu da bərabərdir yazarıq. 20 vur 4 eləyər 80. Vur 10 üstü mənfi 4. Onu da yuxarı eləyərik. Deməli 10 üstü mənfi 4'ü də yazarıq burada.
Belə 10 üstü mənfi 4 tərsini çevirdikdə. O da eləyər 8 vur 10 üstü mənfi 3. Mənfi 3 də millidir. O da eləyər 8 milli Weber. 29-cu tapşırığımıza baxırıq. Dəyişən gərginin amplitudunu dəyişmədən tezliyini artırdıqda ampermetrin və voltmetrin göstərişi necə dəyişər? Tezliyi artırdıqda burada induktiv müqavimət artar. XL bərabərdir omega L-dir. Deməli burada induktiv müqavimət artar. İnduktiv müqavimət artırsa dövrədə ümumi cərəyan şiddəti azalar. I bərabərdir U sabitdir. Gərginliyi dəyişmir. U bölünsün omega L-dir. Deməli burada bu artdıqda I azalar. Ampermetrin göstərişi azalar. Onda voltmetrin göstərişinə baxırıq. Voltmetrimizin göstərişi də I bərabərdir. Deməli U bölünsün. Burada məxrəcimizdə olar. R kvadrat plus X L'in kvadrat kökün altında. Deməli aktiv müqavimət dəyişmir. Burada bu induktiv müqavimət artdı deyəm. Buradan U bərabərdir. I vurulsun. R ümumi yazsaq. I azaldı. Burada R ümumi, yəni burada aktiv müqavimətimiz lazımdır. Bizə aktiv müqavimət dəyişmir. Tezlik dəyişəndə deməli müqavimət dəyişmir. Amma gördük ki I azaldı. I azaldısa U da azalar. Deməli U azalar. Ampermetrin və voltmetrin göstərişi hər ikisi azalar. Burada baxırıq U'nun T'dən asılılığı verilmişdir. Dövrədən cərəyan şiddəti rəqslərin zamandan asılılığı lazımdır bizə. İ'nin T'dən asılılığı yalnız kondensator qoşulan dövrədə cərəyan şiddəti rəqsləri gərginliyin rəqslərini pi bölçü qədər qabaqlar. Yəni buradan pi bölçü qədər qabaqdan çəksə qrafikimiz olur belə. Bugünkü tapşırığımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.